Biz 8 Marta görə biznesimizi qurmadıq. Hazırlıq kurslarıdır, təlimdir, treyningdir, hüquq xidmətləridir. Bəzən şəhərin mərkəzində bəzi restoranlar olur. Yay aylarında da onların biznesləri zəifləyirlər. Sahibkarla görüşürsən, danışırsan, deyirsən nə olub? Deyir ki, sezon deyil. Gözləyirəm ki, sezon başlasın və mən də başlayacağam işləməyə. Əslində sahib bu klassik bir yanaşmadır, amma sahibkarlar da var ki, bu istiqamətdə getmirlər, başqa bir istiqamətdə gedirlər. Buna bağlı bir case yadıma düşüb. Deməli, bir biznes case araşdırırdım. Səhv eləmirəmsə Özbəkistanda idi. Gül satanlar var idilər. Siz bilirsiniz də, deməli gül sezonu il ərzində gül satanların bir günü var ki, həmin gün üçün çalışırlar. Onlar bir il ərzində onların bir dövriyyəsi ola bilər. Həmin gün ərzində də bir illik dövriyyəni eləyə bilərlər. Təbii ki, o da 8 Mart günüdür. Bundan əlavə kiçik təkanların olduğu günlər də var. Məsələn, burada indi 14 fevraldır, ya dərs ilinin başlanması tarixləridir. Deməli, Özbəkistanda olan sahibkarlar nə edirdilər? Onlar üçün hər gün onların belə ki, dövriyyələri yüksək idi. Soruşurlar, nəyə görə belə olub, nə eləmişsiniz? Onlar deyirlər ki, biz 8 Marta görə biznesimizi qurmadıq. Yəni, biz gözləmədik ki, bizim biznesimizin satışlar bu cür olacaq və 8 Mart günü bu cür olacaq. Biz hər gün satışımızı daha yuxarı olması üçün çalışdıq. 8 Mart günü digər günlərdə də daha yuxarı olarsa da olar yəni. Deməli, onlar dedilər, bir qısa çox yaxşı bir sözdülər ki, biznesimizi 8 Marta görə qurmadıq. Ona görə sahibkar da, əgər onun biznesi sezondan asılıdırsa, həmin biznesini mövsümə görə qurmamalıdır. Əgər mövsümə görə qursa, digər sahibkarlar kimi olacaq yəni. Və bunun üçün nə etmək lazımdır? Bunun üçün ən azından işin içərisində itib batmamaq lazımdır. Əgər sahibkar bütün gün işin içərisində itib batırsa, bu qaçılmaz olacaq, o da hər il eyni problemi yaşayacaq. Sezon bitəndə sakitçilik olacaq və oturub sezonun açılmasını gözləyəcək və həmin dövrdə də xərcləri öz üzərində götürmüş olacaq.